Горячие пирожки. Uy, ölübsən maşından. Yenə mən, yenə oxluğun mətbəxindəyik. Bugün biz yenə həmişəki kimi isti-isti piraşkilərimizi hazırlayırıq. Piraşki deyirəmi? Piraşki. Əsl səhər-səhər isti-isti birinci partiya olan isti piraşkilərimiz artıq hazırdır. Yəni bu gözəlliyə baxın. Gözəllik seçimlərini hər zaman səsini də tutuldu. Piraşkilərimiz hazırdır. İndi isə vitrinə yığıb aparırıq mağazaya satışa. Əllərim yandı. Ay. Gəlin durdu iş görməyə, oba durdu köçməyə. Getdi bu isti piraşkilərimizi satışa qoymağa. İsti piraşkilərimiz vitrindədir. İsti piraşkilərimiz efirdədir. Piraşkilərinə eşq yaşayan bir ədəd mən. İndi yazacaqlar ki, yağın rəngi niyə də qaradır? Bizdə ümumiyyətlə yağın qara olması haqqı yoxdur. Bunu zaten hamı bilir. Dəfələrlə sübut eləmişik, görmüşlərlər də görüblər. Sadəcə olaraq çəkilişdə işıqlandırma falan olduğu üçün bəzən qazanın içi tünd görsənə bilir.